Deməli, az pul deyil məncə. 100, 200, 300, 400, 500. 500 dollar. 25-30 dəqiqəlik bir video sona kimi bax. YouTube kanalında 500 dollar qazan. İndi dersiniz Elşan bu nə videoda? Əziz dostlar, bugün isə öz bağ evimdə, öz villamda qəşəng yeməklər bişirəcəm və sizlər üçün çəkirəm, paylaşıram. Bu videonun tam versiyasına baxmaq üçün Elşan Yusif köhnələrdən yazın, girib baxa bilərsiniz. Və bu pulu qazanmaq üçün də şərtlər, qaydalar nədir? Video gedə sizə başa salacağım. Və videonun sona kimi izləyənlərə də ki, ortada belə bir kampaniyalar eləyəcəm. Ona görə də bir dəqiqəni də qaçırtmayın. Çünki siz əgər YouTube'da bu videonun sona kimi baxsanız, bir dəqiqəni də belə qaçırtmasanız, zaten siz baxa-baxa o pulu mənə qazandırırsınız. Mən də sizin mənə qazandırdığınız pulun 70%-i sizə hədiyyə edirəm. Gördüyünüz kimi əziz dostlar, birinci hədiyyə gördüyünüz kimi Aklas üslubunda olan gözəl bir ətir. Satışı, yəni bilirsə, 380 manata yaxındır. Sizə bunu pay verəcəm. Və pirsə 500 dollar. Təklif yazılsa qaldı. Eləsə ki, izləməyə. Doğğa bişirəcəm siz. Qəşəng bir deməli, doğğa bişirmək üçün gedirik dükkana. Soğuqamı da dolduruşan pulla. Doğğaya nə qədər lazımsa verərsən. Mən xəsis deyim. Arzu çoxdur ömrüm ar. Mən olmayan da bir yar. Dolananda gülşəni xatırlayarsız məni. Doğğaya bişirməzəm şey. Ciğərini yer edir. Baxın. Ben gördüm yani. Ciğerle doğğa bir selam için. Düşəndə çiynimə o qara saçları dərin xəyala dalıram. Baxdıqca doymuram, baxdıqca doymuram. O məhcəmala aşamlar. Düşəndə tülləyir dilbər xəyala axşamlar. Deyirəm, şirkine kaldım, edeceğim. Reklam pul verin de reklam edeceğim. Bir canlar alan gülüşün bütün dertlerin çarası. Bir canlar alan gülüşün bütün dertlerin çarası. Doğaya her bir şey aldım. Kafada çörek yapması gibi çörek aldım. Ciğerle doğğa bir şey. Ciğerle doğğa, yani ürün nəfə olur. Deməli, doğğa pişirmək üçün mənə su da lazımdır. Doğğa pişirməsi hər şey almışam. Batıdır, gölgədidir, 1 kilo xiyardır, ciğərdir, onları almışam. Yəni su. Gördüğünüz gibi doğğanı pişirmək üçün belə bir köhnə stol tapdım. Belə bir gözəl. Ben qəşəng onu doğrayacağım. Yəni uzaq qalacağam, doğğa pişirəcəm.
başladıq ki, qoy odun közü onu ahırda yuvarda da rahat olur. Gördüğünüz gibi odunun külünə qatlan qırağı qəşən qaraldır. Yəni ki, adi his buna təsir eləməsin. Gördüğünüz gibi. Sonra deyərlər ki, kasurkanı yumadı. Bak, kasurka da yuyuldu qəşəng. Böyle itiraf eləməyin. Bu da bizim təmiz kasurkamız. Bir də görəsiniz, xəbərlərdə deyirlər ki, binə saflığında yeməkdən zəhərləmə hadisə, binə saflığında zəhərlənən şəxs Elşən Yusif həyətində pişirdiyi doğanı yiyərək xəstəxanalar. Təbii ki, bu zarafatdır. Mənim doğanın bir kursu 100 dolar. Deməli, başlayırıq. Bir yaylığım var gül özündən, olanın başına öpüm üzündən. Mən nə dedim küstüm mənim sözümdən, sevirəm acıram, acıram. Baş sponsorumuz doymaq məhsulları olan unumuzun çox qəşəng keyfiyyəti bunlardan biridir. Görürsünüz. Sevirəm acıram. Uşağım qaynar oldu, şirəsini sizdən aldım. Uşağım qaynar oldu, şirəsini sizdən aldım. Sitiyada mən saatlar, bulaq suyu dağa basır. Sitiyada mən saatlar, bulaq suyu dağa basır. Sinələrin başı qarıla meşə. İndi isə biraz üzü qəşəng. Mən ümumiyyətlə doğanın xəstəsiyəm, həqiqətən. Həmişə mənim üçün doğanı pişiriblər. 28 yaşım var, birinci dəfədir mən özüm doğan pişirirəm. Bunu da sizlər üçün paylaşıram. Baxın. Nə olub ki? Hamların bacardığı bir şeyi biz niyə bacara bilmərik? Onu biləm, nəyi var yiyərəm, yəni. Doğan pişsin qoy. Ondan sonra da başlayarıq siz üçün salamlar qaynatmağa. Bəh, 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 bəh. Səni dururum düşündükcə başım çəkər xatirələr, şirin. Duman dağlar gözəldir, ağlar ağlar gözəldir. Qəmərim can qəmərim, sənə qurban qəmərim.
eylerim. Həsrətinə bir xoş gülüdərim mən. Yaralı könlümə mərhəm eylərəm. Həsrətinə bir xoş gülüdərim mən. Yaralı könlünə mərhəm eylərəm. Hansı mahnı oxuyum olsa YouTube'da yazın. Gəlin dəvə yemək pişirəndə həmin mahnını siz üçün oxuyun. Baş qaralıb kipriklərin olubdur sənin gözəl yar. Qonşular dərsalar qonşu. Yemək yeyirsən, mən bişiririm sən yeyərsən al gözlə. Elə ölsən bişir mən gəlib yeyirəm. Ya onu salladım. Her şeyi bana eğlendim. Böyle neydi sen? Şu an şuna eğlendim. Sen öylesen, senin elinden. Yok senin yok. Sizin elinizde ben gidip sitam dermanı içeceğim, özümü öldüreceğim. Buharlandı. Kurtardı azı kaynama. Şuna bakın, bütün ellerini olsun ya. Elimi tükler olsun ya. Kaynadı, bir dakika. Deməli əziz dostlar, yemeğimiz artıq qaynayır. Yemək qaynayana qədər pişərək ki, bizə salaları qaynadaq. Maşallah, salalar çay ləzzəti başqa, tam başqa bir şeydir. Salaları da güzməla ilə qoşularını tapmışlar. Yaxşı olar. Ya yeməyə baxın. Gördüğünüz kimi çöl çox küləkli olduğuna görə yeməyi tezsiz qarıştıra o daha qaynamırdı. İnsə artıq qaynayır. Göyərtilərimiz də hazır. Bəh. Doğanın şahı olan sarımsaq. Yəni çanları qaynadım. Çanları qaynatmaq üçün odun lazımdır. Gəl mənim villama. Gördünüz mü? Allah əmin oğlum canı sağ eləsin. Mənə deyir ki, yaşa. Mən 80 manat pul verir, sənin üçün bir qazel odun gətirir. Demə, qazım yoxdur ki, elə laf başa. Əmin oğlum mənim üçün 80 manat gətirir, bir qazel oduna bax. Bunu mən nə edirəm? Nəysə, mən tiklikdə gidirdim. Burada elə tam paxtalara qalmışdı. Gətirdim bir xeylə. Bunları aparıb yığıb, hətta savar çəkirəm. Bir vaxtları işləyəndə yerdə bunları atır çizilirdi. Necə ki öz evim eşiyim oldu. Doğrudan öz bağımı da çəkir də. Görürsünüz ki, bura mənim balaca bağımdır. Mənim üçün bu böyük bağdır, imarət. Kim üçünsə balacası mən bilmiyorum. Bundan sonra gördüğünüz gibi yansıman ağacı. Ben millətlər dostlar, bu vaxtda məlumat verib. Ben millətlər yansıman sözünü çox xoş görürəm. Həqiqətən də yansıman adını, yansıman gününü, yansıman sözünü çox sevirəm. Ben sevdiyimə görə də bu yansıman ağacını aldım, əkdim. Yansıman ağacını mənə verən Sərraf qardaşımıza da təşəkkür edirəm. Binədə əkdir gül dükanı var, oradan mənə verib. Bu da qızıl gül. Qızıl gül, əkmişəm, maşallah yavaş-yavaş çıxır. Bax belə bir şey, bunu rağmen xəstəsi yəni. Bu da piyaş dili, badındaş dili, acı biber. Göyərdə əkmişəm balında, gəlin bura. Göyərətlərə baxın. Mən həmişə deyirəm ki, mənim villam var, mənim evim var, eşiyim var. Allah, bu mənim villam var. Bəh. Yeməğimiz də gördüyünüz kimi qaynayır. Soğanlar da qaynadı. Bu da bizim işıqlandırma sistemimiz. Deməli əziz dostlar, yemək qaynadan sonra göyərtiləri də töküyorum. Gördüyünüz kimi. Oh, bax. Külək imkan verir. Külək göyərtin yarısı oraya yetir, yarısı oraya yetir. Bax. Bu da bizim göyərtimiz. Sarımsağı da doğrayacağım. Vallahi biraz bunu karıştırırım. Vay. Doğanın ləzzəti bax budur. Oldu əsl doğma. Göyərtili doğma. O mu biraz qaynasın, yerə soğanı doğruya. Sarımsağı doğruya.
Gördüğünüz kimi sarımsağı da qəşəng doğrayam. İndi bəziləri yazacaq orada əlcək niyə taxmadın, həmin nəyə giyinik qaydaları niyə əsasə riayət eləmədin. Qardaş, özüm üçün yerəm. Satmıram ki. Ona görə də mən bilərəm, nə tür bişirəm. Siz üçün bişirsəm, əlcək nədir? Lap başıma baxıl olur, baxıl da giyinərəm. Problem yoxdur. Bax. Sarımsağı da biraz qəşəng doğrayım. Çox professional doğrayıram, maşallah. Gördüğünüz kimi sarımsaqlarımız da hazır. İndi isə qarşıda. Ver bura. Sonra deyərək ki, başqası bir şey. Ver. Bax. Durpa deyil. Durmalı pişirəndə yenə belə pişir. Bura baxın. Göz bunun tərkibində paxla deyirlər. Daha şimdi bokula deyirlər. Bunun tərkibində noxud olmalıdır. Bunun tərkibində çox şeylər var ki, hələ yoxdur. Bəhs eləyər də, özüm üçün də. Savar alır, teşni almadım ha. Sır. Biraz nefs deyilən bir şey var. Məndə zəifdir. Yemeğimi geldi kaynadı hazır ola. Tez getdim ciğer qoğurdum. Ben doğğa gez olacaq. Bax. Pədəkənə. Göz nəfsinizi hala edin. Göz haqqınızı hala edin. Savarımız da tüslendi. Bak. İndi reyhanlı çay. Reyhanlı çay. Bir de reyhanlı çay hansı rəngdə olduğuna baxarsınız. Ders bax. Bu nədir? Deməli sizi bilmirəm. Qardaş, mən doğğa pişə babamın üstüne götürürsəm bax belə. Doğğa pişə. Hələ bir neçəsini içmişəm, yəni bu mənə indi çəkirəm sizin. Bax, doğğa pişə. Bax. Sarımsaq. Oy. Bax, bu yemək. Kasıbın elə bir lülə kabıdır. Ceyran ətidir. Bu ciğerdir, toyuq ətidir, doğğadır. Öz payman olur. Ama yəni başqasından eşitmiyordur. Çok qəşəng. Savara da bax. Yəni bunu çəkib paylaşmağın birinci məqsədi yəni YouTube'a baxıb bayama yığdı. İkinci məqsədi də odur ki, deməyin ki, şəraitim yoxdur, falan şey elə bilmirəm. Gedib haradasa falan qədər xərc çəkib, pul töküb istirahət eləməkdənsə, öz balaca bir daxmanda da bunu edə bilərsən. Gördünüz ki, bir balaca daxma, maşallah. Sağ var çayı, yeməyin, əsl kənd havası. İzləmədə qalan əziz dostlar. Və demişdim ki, 2 yıl sona kimi baxsaq, yəqin ki, yanım sonra əziz dostlar, internetdə, YouTube'da, TikTok'da, Instagram'da, Facebook'da yazırsınız Elşən Yusuf köhnələrdə. Mənim səhifəmi tapırsınız, bütün səhifələrimə takip atırsınız. Bütün səhifələrimə takip atanlarsa keçirsiniz YouTube kanalına, gördüğünüz kimi. YouTube kanalımda komment yerinə çoxlu kommentləri yazın
və kimin kommenti daha çox bir ay içində daha çox bəyənmə yığsa, daha gözəl komment olsa, daha ləzzətli bir komment olsa, həmin insana mənə 50 manat pul mükafatım olacaq. 50 manat pul mükafatından da əlavə belə bir gözəl Delilaq ətri, orijinal Latta və bu hansı firmadır? Ruvena firması gördüyünüz kimi dövlət nişanı yanında QR kod, barkod, orijinal bir ətirdir. Satışı 185 manatdır. Bu ətri də həmin insana hədiyyə edəcəm. Öpürəm sizi, minnətdaram. Sonda yəqin ki doğmanı süzərəm, içərəm, çayımı da özüm üçün süzərəm, yiyərəm. Tərsinə elədi dedim. Doğmanı süzərəm, yiyərəm, çayımı da süzərəm, içərəm. Növbəti dəfə nə video çəkim, nə haqda videolar çəkim, mənə deyin, mən də o haqda videolar çəkim. İnsə video bitəndən sonra mən başlayacağım bu həyət badanı təmizləməyə. Görmüşsünüz. Hər dəfə bu videoya da sabahçı əmi oğlanlıq sana nəysə zaxsal versin. Əmi oğlan bu videoyu görəcək. Burada videoda Maqsuduna səslənirəm. Ay Maqsud. Gəl bunu yığ, apar, qardaş. Mən bunu peçə nətər salım yandırım. Mənə dedi ki 80 manat verin mənə. Sən bir qazəl odun gətirəm. Bir qazəl odun bu nə odunu bunu gətirmişsən? Ben bunlar da bir bu. Böyle mahvoldu yaptı. Deməli əzizlər, Savar çayı reyhanla dəmləyirik. Gördüyünüz kimi reyhan attığının içinə. Bir dənə də atım, bax siləyəmədi. Reyhan çox olmağı şey deyil. Ondan sonra da bu da bizim quru çayımız. Bəzəri, eller gözəli. Hayırdır. Samavara ot salmışam, samavara ot salmışam, istəkana qənd salmışam, istəkana qənd salmışam. Yarın gün Çay həmişə bəzəkdir süfrəyə, süfrəmizə çay gəlsin çay. Hiç pisli üfləyə, üfləyə, süfrəmizə çay gəlsin çay. Çayın dadı gözəl, özün adı gözəl. Elçi gələndə qapı, ona şirin çay yazın sil. Artıq neçəli stəkan içirəm. Gözləyək bir heç kim gəlməsin, qoy bu salamları özüm tək içim. Hələ ki şükür Allaha heç kim gəlməyib. Ləzzət edir. Vay əmi oğlu kələ. Ama oğlu sen mangal olanı. Mangal. Mangal doğma. Bir doğma qonaq çağıracaq gəldi bunu. Gəl abla, gəl abla. Sağ ol, qəşəng salamlar çalışıyorsun. İşirsən, əgər doğma da işirsən. Nə oldu? Kabelimi de getirmişim. Düzəni de getirmişim. Sağ ol, bu əmruğu alıb
kömür kızı. Olan şeyi göstermiyor. Bu nerede? Kabeldi. Akşam yayın peşini tamamlar sarıyor. Ah, bak baba, akşam dalmaya göre. Mangalı göster bana. Bir de toyuq. 8 Mart 8 Mart 27 qəpik. Bəli. Bəli. 27 qəpik kilosudur, 8 manat qəpik. 8 Mart. Bu mən doğğa da bişirmişəm ben. Doğğa da bişirmişəm. Belə qəşəng və ballı torta var. Və pişmaniye var. Pişmaniye indi kimi yemirsən? Şaban Simskan boşuna atır. Şaban kinasında eşitmişdim. Bir de pişmaniye. Simskan boşuna atır. Pişmaniye yemirsən? Hadi yap. Tamam. Pişmaniye böyle bir şey değil. Bir işler yok. Hadi. He? Nerede? Abine götür onu. Bir as onu, as bir de onu. Bir de o kameraya baksın. Hadi. Tamam da tıkayız ya. Pişmaniye de. Ha jeni gizgen okşayayım. Ya tamam ha. Pişmaniye. Oldu var mı lazım? Peşmaniye bağırdım. Güzel baktın ha. Ezber pişmaniyeni yedip pişman oldu. Bak ne sayımı düzgün de. İndi ki bundan 20 sas yemem. Min sefer. Ben sana gün birinci defalardı. Bu sağ olsun. Tamam. Mancanında böyle şey. Can eşidin can deyin. Pişmaniye. Sağ olsun. Vallahi bana o bunu kim hediye. yazdı? Öz etsin deyip. Maydana qırığına tıxacağım. Bu ne de toyuq olub canlıca pişman edin değil mi başıma oldu? Can deyin can eşidi çok qəşəngdir. Qırığın düşəcək. Toyuğun da yeri var. Ben şəhər toyuğu yemirəm. Ne? Ben şəhər toyuğu yemirəm. Yo köyünə dövrün adamıdır. Narahat olma. Adamı. Hayır. Videonun tamamıyla bir tane kağıt çəkirəm. Yeydi. Bir daha yoruldum ve doğuğa bir şey. Doğuğa səhər saat 10'dan qoymuşam. Saat neçədir? Saat neçədir? Səhər saat 10'dan doğuğanı qoymuşam. İndi saat 7:15 dəqiqə. Deməli, sizləri çalışmışam. Mənim təzə evimə gəlib toyuq alıb mənim üçün. Deyirəm, nə qədər toyuq almışsınızsa özün kağıt seç. Kağıt çəkə bilirsən. Yo örgəndim mi? Öyrən. Mən Sana evinde örgəmədim. Onun bu evinde örgəmədim. Çağda örgənəcəm. Ne? Umçil ya. Mən mangal qalıyorum. Qal edin səbirlə. Ben yetim mangal qalmam. Arada mən elə çəkəcəm mangal qalıyorum. Şey var. Mangal. Yahu. Öyle. Ha, Mən bunu dəri ilə yeyə bilmirəm. mən də dərsiz yeyə bilmirəm. Necə eləyir? Mən dərsiz yeyə bilmirəm. Ne yedi bunu? Yorsın dəri ilə vur, yorsun dərsiz vur. Nə saç saqqaldır bunun qırığım yarısını saxlayın. Nələ təyir. Barmağım girəcəkdim. Nə gülür o bilmir. Nəşən, bunu yirsən? Bu nədir? Bunun arxası. Dərisi və gerisi. Dərsi üçün. Ləzzətli. Dərsin yirsənsə gerisi də ye. Ha. Yaxşı. Şey yox. Əsabı bunu kəsib qoyuram dadını. Ha, onun xüsusi şişə qoy. Şişin başında qoyacam. Ay, sən şişə var buradadır ha. Hələ nəsibi kimi soyuyor. Ya mənə kasıbda verin. Mən də çıxdı arada. Yox, bu mənə dairə çəkilir, sonra bunu götürəcəm. Gəli üşüməyəcək bu. Soyuram. Soyuram üşüməyəcək. Soyuyorsan yüzü yaya getirir. Altdan pijamanı çıxartdın. Mən də soğar, mən soğar. Ben köynəyin çıxardım. O tarafa vurur, üçü də köynəyin çıxardıram bunu. Başını çıxardım. Ümumiyyətlə dərisiz elə daha yaxşı gelir. Bunun köynəyi bir dənə səliqəli şəkildə çıxardım. Qolbu da çıxart, ki bunu. Qolbu da çıxart. Get. Ha, inansa videoda görən deyəcək, bu neyinir? Zülüm deyəcək toyuqlara. Gəlsən, Baxma, eləmə. $100. Bax, gəl qəşəng toyuq kağıdı $80 var.
Bir ayağını tut, eli ayağını tut, çalvarını çıkar. Tut, çalvarını çıkardır da ne olur? Öyle diyor. Evet, çıxart da mən. Evet, sevək stop. Semet istersen neydi? Maç geldi ha? Yox, xüsusiyyət çək hə bunu. İzzatlı Şurası, bunu çək. İzzatlı çağır. Gel şey. Gəl, İzzatlı çağır. izlə. Gör nədir o, sən kağıtlar məsələn baxını oxuyur. Baba girdim uzuma, tikan bastı dizime. Hayırlı sakatma, yar sokaştı gözüme. Kimi soygusu yasın. Kesin kesin. Bir o vaxtı, o vaxtı. Aha. Ha, de qulaq asırsan. De, qəşəng söhbətlərim var. De. Mən uca qalamışam ama ha. Zaman var. Ha, sən de o vaxtına. Hı? O vaxtına. O vaxtı 41-45'in vaxtı idi. Deməli toyuq olmayan vaxtı idi. Hı. Uşaqlarla düşdüyüm məhəlləyə. Səndən yaxşı olmasın və səndən yaxşı olmasın. Qəşəng bir dənə eşşək vardı. Başlayırsan. Ha. Elə ətli canlı. Hı. Nəsə uşaqlarla bunu çəkdik bir dənə. Kim olmuşsan da eşeği yan olmuşsan da sən. İndi gəlirsən ət yeyirsən. Adamlar Eşşək də ətli ət də. yeyirsən. Eşşək də. Değil mi? Eşek de ətli. Ha. Neyse. Ha. Bir şey ki eşşəkdə olan götündən səndə var, nə məndə var. Göz. Ha da göz. Eşek gibi su içen bir canlı yakarsın. Ki yemişsin. Ve dudağını koyuyorsun. Heç gətirmirsən ha. Görərsən. Bak bir de bak. Şöyle bak. Sağını düzelt. Ha bir de sağ var koptayım da. Samardan bir dənə qəşəng mənim sayısın. Ha. Gözler biraz isidir havayı. Bilsəydim öz baltamı gətirərdim öyle. Ayılcan. Ha koşudan alırsan. Hayır. Odun baltası. Yani. Gidiyor. Madem çekti işte. Yani. Madem çekti. Ben de oturup da bağımı. Öyle olta dışarı. Evet. Hayır. Hayır sağ ol. Vay eşek söhbət elədin, eşek demədim. Azlar var, kavulmuş. Geç. On qəşəng montaj elə, elə. Montaj elə bu videonu. Yoxsa bu montaj elə bu. Yaxşıdır. Elə ətlə bərabər bu Pover'in qanunu bu. Ətlə bərabər əllər bir də bu içində yuyursan. Əlbəttə. Qəşəng də var belə. Şampun var orada. Ha var. Şampun ne? Qəşəng. Ne istəsən gətir üstündən. Sağ ol. Mən nəsə bir sən niyə bunu çəkirəm? Mənim aramda bu sabah biz harasa düşsək, özümüzü bizə deyərik ki, dolandırmazsın, yemək pişirə bilərik. 100 var. Mən Sən görürəm, mənsiz düşsən öləcəksən. bayaq sənsiz bir dənə qazan doğular pişirdim. Hala. Elə aşıyı böləcəksən də bəzi vaxt onu deyirəm, elə. Gəl doğuyu gözəlliyi bak. Pişirəm mən. Bax, ki Salmayı tanıcan, hər gəl gitsən ha. Yoburçuluq deyil, ben şişə salonda eləyirdim. Bu nədir? Halım onsuz da qaradı turşu vurmuşa deyələ bir zancı kimdir.
Olsam Elə sən də bu kebabı yeyəsən. yani bizden başka hiç kim onu yemedi. Ona görə meşəyə düşəndə cüt düşür. Bir de görsen ki haberlerde değiller ki şeydi. Dünya soğusa zəhərləm ağzınızı başlayır. 2 doz. Evde kebap çəkdiyi zaman. Bir-birini qastan. Yok evet toyuq kebabına zəhərlənmişdi. Arzu çoxdur ömrümə Mən olmayan da bir yan Arzu çoxdur ömrümə Mən olmayan da bir yan Dolananda gülşəni Xatırlayasız məni Abi gel balgalı bak. Ne yaptı bu kadar biraz her gözümün de kömür olacak. Karamazın ar çiçeği ne güzeldi yar göçeği. Ben de evden istedim. Adam düşür yadıma, adam düşür yadıma. Her dem çorap tokuyan, her dem ayla yukuyan. Yaylası bal kokuyan, adam düşür yadıma. Yaylası bal kokuyan, adam düşür yadıma. Anadan almış kadın. Ben senin için bir ağlayan, ömrü boyu okuyasan, gülüşüme yenime yenime, kıçıl kıçıl dokuyasan. Ben senin için bir rüyayam, rüyalara sen bakasan, rüyalara sen bakasan. Ey belki gülüm rüyalarda, derdi gemi yoldasan. Derdi Bir bank burada. Nerede? Bak. Ne oynayacaksın? Gözlerim ha. Aile çıktı. Bursa saat kaç?